Yemək yedikdən sonra qarında şişkinlik hiss edirsinizmi? Bu haqda bugün danışmaq istəyirəm. Bir çox pasientlərin əsas şikayətlərindən biri də yeməkdən sonra yaranan şişkinlik, həzmsizlik problemləri, qaz və köp hissiyatının olmasıdır. Bunların hormonlarla hər hansı bir əlaqəsi varmı? Dolayı yolla bəli. Bir çox hormonal xəstəliklərdə, bir çox problemlərdə həzm funksiyasının pozulması nəticəsində köp və qaz yarana bilir. Bunun qabağını almaqdan ötürü nə etmək lazımdır? Əlbəttə ki, uyğun həkimə müraciət etmək lazımdır. Gastroenteroloqlarla yanaşı endokrinoloq konsultasiyası da mütləqdir. Prosesin kökündə hər hansı bir hormonal prosesin dayanıb-dayanmadığını araşdırmamız lazımdır. Məsələn, tiroid xəstəlikləri, şəkərli diabet, prediabet kimi hallarda bu şikayətlər daha çox özünü göstərə bilir. İkinci əməl etməli olduğumuz qayda isə aktiv hərəkətli olmaq, fiziki aktivliyi artırmaq və sonuncu olaraq bağırsaq mikroflora arasının yaxşılaşması üçün bol lifli qidaların istifadəsi mütləqdir. Əgər sizdə də həzmsizlik və şişkinlik hissiyatınız varsa, mütləq bunu şərhlərdə qeyd edin. Yanaşı əlamətlərinizə görə kimə müraciət etmisiniz göstərməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.